Aziz dostlar, bugün Mart ayının 11-idir. Qəşəngdir, hava var çöldə dostlar. Deməli, ağac əkimindən başlamışıq dostlar. Bax, belə istəsəz bar verən ağaçlarımız da var. 3-4 illik ağaçlarımız. Belə aparır, açırsınız, bu illəri məhsul verir. Və yaxud da istəsəz killi ağaçlarımız da var. Əgər kiminsə dostlar, torpağı yoxdursa da, həyatı balacadır, metlaqdır, və yaxud da bin evində yaşayır, amma meyvə ağacı saxlamaq istəyir dostlar. Və sizlər üçün belə hazır dipçəklərdə düzəltmişik. İstəsəniz siz özünüz də belə gəlib, alıb dipçəkdə aparıb əkə bilərsiniz. Və yaxud da vaxtınız yoxsa dostlar, bax biz sizlər üçün belə dipçəklərdə əkmişik, aparıb belə saxlaya bilərsiniz. Bax, nümunə olaraq dostlar, bu əriyi 20 gün bundan qabaq əkmişik. Görsünüz necə qəşəng çiçəkləyib, amma bunu təzəşmişik, belə tam çiçəkləmir. Bax, istəsəniz dostlar, hazır toflarda əkirik belə, super meşə torfu və hazır qəşəng. İstərsəniz dostlar, ünvanımızdan gəlib əldə edə bilərsiniz. Ünvanımız yerləşir Bakı şəhəri Bayıl qəsəbəsi, Ağacların Gül Tuşanı.